يا أيها الذين آمنوا إذا نودي للصلاة من يوم الجمعة فاسعوا إلى ذكر الله وذروا البيع ذلكم خير لكم إن كنتم تعلمون. الحمد لله إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له. نشهد أن لا إله إلا الله ونشهد أن سيدنا محمدا عبده وحبيبه ورسوله. أما بعد فيا عباد الله اتقوا الله وأطيعوه إن الله مع الذين اتقوا والذين هم محسنون. قال الله تعالى في كتابه الكريم: أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم. ولله على الناس حج البيت من استطاع إليه سبيلا. صدق الله العظيم. قال رسول الله صلى الله عليه وسلم: الحج المبرور ليس له جزاء إلا الجنة. Əziz müsəlmanlar, ibadətlər müsəlman qalma şuurumuzu diri tutan ve bizi Allah'a yakınlaştıran kulluk vəzifəmizdir. Artıq fəzilətli, savab baxımından Ramazan ayının son 10 günlə beraber olan Zilhiccə ayının ilk 10 günlə daxil olmuşuq. Allah-u Teala Kur'an-ı Kerim'in Fəcr suresinin 2. ayəsində buyurur ki: وَلَيَالٍ عَشِرٍ Andolsun 10 geceye buyurulmuştur. Bu and ile Zilhiccənin 10 günün fəzilətinə, üstünlüyünə diqqət çəkmişdir. Bu ilk 10 günün 9. ve 10. günü xüsusilə üstündür. Bunlar da Ərəfə günləri və Qurban günləridir. Həmçinin həc mövsümünün xəbərçisidir. Bu cümə xütbəmiz həc ibadəti haqqında olacaqdır. Məlumdur ki, İslamın 5 şərtindən biri sayılan həc, mal və bədənlə yerinə yetirilən ibadətdir. Bu ibadətin əsasını xatırladan Rəbbimiz Qur'an-ı Kərimin Ali İmran suresinin 96-97. ayəsində buyurur ki: şübhəsiz insanlar üçün bərəkət və doğru yol rəhbər kimi tikilən ilk ev Məkkədəki Kəbədir. Orada açıq aydın nişanələr və İbrahimin məqamı vardır. Kim ora daxil olarsa əmin amanlıqda olar. Ora getməyə gücü çatanların o evə həcci ziyarət etməsi insanların Allah qarşısındakı borcudur. Həc lüğətdə getmək, yönəlmək, ziyarət etmək mənasına gəlməkdədir. Həc ibadəti rəngindən, irqindən, dilindən, milliyyəti, yaşayış yeri və adət ənənəsindən asılı olmayaraq Kəbənin ətrafında milyonlarla müsəlmanı bir araya gətirən müqəddəs Qur'anın buyruğu üzrə qardaşlığa, birliyə və əməli bərabərliyə səsləyən kamil bir ibadətdir. Bu ilahi əmrin əsas məqsədlərindən biri də müsəlmanları bir araya toplamaqdır. Möhtərəm müsəlmanlar, həccin növbəti məramı ziyarətə gələnləri günahlardan və mənəvi çirkinliklərdən təmizləməsi, ilahi keyfiyyət olan təqvaya qovuşturmasıdır. Bunlara nail olmanın yolu isə nəfsi tərbiyə və gözəl əxlaqdan keçməkdədir. Necə ki, Resulullah sallallahu aleyhi və səlləm belə buyurmuşdur: kim həc etsə və həc edərkən pis davranışlardan, günah əməllərdən çəkilsə, anasından doğulduğu kimi günahlardan təmizlənib həcdən qaydar. Mübarək hədisdə buyurulan məqamı əldə etmək üçün isə insan öncə səbirli olmalıdır. Həc ziyarətinin başlamazdan öncə ehram libası geyinilməlidir və ehramı geyindikdən sonra onun boynuna bir çox qadağalar gəlir. Şeytan hər vəcihlə çalışır ki, zəvvarı bu müvəqqəti qadağaları pozsun və ziyarətin fəzilətindən kənarda qalsın. Halbuki bu müvəqqəti qadağalar mənəvi təmizliyə bir çağırışdır. Əziz müsəlmanlar, həccin həmçinin bir başqa məramı, məqsədi isə bu dünyada məhşəri, qiyamət gününün canlandıran bir ibadət olmasıdır. Həcc edən şəxs bu vaxt ilahi əzəmət qarşısında öz heçliyini xatırlayar, bu ibadəti yerinə yetirərkən vaxtı ilə bu cür məşəqqətlərə tab gətirmiş Həzrəti İbrahimi və İsmaili xatırlayar. Bu çətinliyə səbr edənlərə, tam savab alanlara Resulullah sallallahu aleyhi və səlləmin müjdəsi vardır. Belə buyurur: Allah tərəfindən qəbul edilmiş həccin qarşılığı ancaq cənnətdir. Həcc mömin üçün tam mənası ilə bir dönüm nöqtəsidir.
Bu ibadət Həzrəti İbrahimin vəfasını, Həzrəti İsmailin təslimiyyətini, Həzrəti Həcər anamızın da təvəkkülünü əhatə edir. Peyğəmbərimizin ayaq izləri olduğu yerlərdə dolaşan hər hacı səbri, şükrü və dirilişi, huzuru bircə yaşayır. Hər ziyarətinin üstünlüyü isə bu misalda daha yaxşı anlamaq olar. Muhammed bin Abdullah Əs-Səqafi rahmetullah aleyh belə nəql edir. Həc mövsümü idi. Abdullah bin Zübeyir radiyallahu anh'ın bir xutbəsini dinlədim. O minbərə çıxaraq cəmaata salam verdi. Sonra isə Allah-u Teala'ya həmd sənalar edərək bunları söylədi. Ey insanlar! Sizlər müxtəlif bölgələrdən və ölkələrdən gələn Allahın qonaqlarısınız. Allah-u Teala'ya yaraşan da sizi ən gözəl şəkildə qonaq etməsi və ikram etməsidir. Kim Allah-u Teala'nın rızası üçün və savabını da umaraq gəlmişsə, bilsin ki, o qapısına gəlib də özündən bir şey istəyənləri məhrum buraxmaz. Əməlləriniz sözlərinizi doğrulasın. Çünki sözün təməli əməldir. Qəlb üçün isə sadəcə ixlas ilə niyyət etmək vardır. Möhtərəm cəmaat, iyun ayının 5-i Ərəfə günüdür. Həmin günün sabah namazından başlayaraq bayramın 4-cü günü ilkindi namazına qədər hər fərz namazından sonra təşrik təşbirlərini gətirməyi unutmayalım. Bilindiyi kimi artıq zəvvallarınız həcc ziyarəti üçün Məkkədədir. Allah-u Teala həcc ziyarətinə gedən bütün bacı və qardaşlarımızın ziyarətlərini qəbul etsin. Allah-u Teala bizlərə də nəsib etsin ora getməyi. Qarşıdan gələn bu bayram vətənimiz, millətimiz və ümmət üçün xeyirlərə vəsilə olsun. Xatırlatmaq yerinə düşər ki, bayram namazı Allahın izni ilə ayın 6-sı saat 8 tamamda qılınacaq.